Mən bugün maraqlı bir idarəetmə praktikasına toxunmaq istəyirəm. Bir neçə dəfə onunla qarşılaşmışam. Kökündən yanlış onu hesab edirəm. Amma nədənsə belə təəssürat yaranır ki, o daha da geniş yayılmağa başlayır. O da ondan ibarətdir ki, bir çox şirkətlərdə birbaşa rəhbərlər idarəetmədə tam səlahiyyətə malik, əməkdaşların idarə olunmasında tam səlahiyyətə malik deyillər və onların söhbət gedir qrup rəhbərlərindən, söhbət gedir daha kiçik rəhbər heyətdən. Yəni ki, əsas səlahiyyətlər daha üst rəhbərlərdədir əməkdaşlara münasibətdə və iş nəticələri həmin birbaşa rəhbərlərdən tələb olunsa da, onlar əməkdaşlara qarşı bütün idarəetmə alətləri tətbiq edə bilmirlər. Misal üçün, nə mükafatlandıra bilirlər, nə cəzalandıra bilirlər. Adi davamiyyət məsələlərini özləri həll eləmirlər. Əməkdaşlar bu məsələlərin həlli hamısı daha üst, yuxarıdakı rəhbərlərdən, orta səviyyə rəhbərlərdən, üst rəhbərlikdən asılı olduğunu bilir və belə vəziyyətdə təbii ki, birbaşa rəhbərlərə idarəetməni həyata keçirmək qat-qat daha çətindir. Yəni ki, onlar başa düşürlər ki, onların səlahiyyətləri məhduddur, əməkdaşlar bir çox məsələlərdə onların rəhbərləri ilə ünsiyyətdə olurlar və bu onların idarəetmə imkanlarını məhdudlaşdırır. Hesab edirəm ki, tamamilə yanlış bir yanaşmadır. Yəni ki, rəhbərin onun səviyyəsindən asılı olmayaraq, yəni ki, o xətti rəhbərdir, o orta səviyyə rəhbəridir, yaxud da üst rəhbərliyə aid olmasına asılı olmayaraq, özünə birbaşa tabe olan əməkdaşlar barədə bütün qərarları vermək səlahiyyəti onda olmalıdır. Və bu həm davamiyyət məsələlərinə, həm mükafatlandırma, həm cəzalandırma məsələlərinə aid olmalıdır. Əks təqdirdə o effektiv idarəetməni həyata keçirə bilməz və ondan effektiv idarəetmənin nəticələrini gözləmək düzgün deyil və tələb etmək yanlışdır.